Bakıda Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə 4-cü milli və 2-ci Beynəlxalq Pediatriya Konqresi başladı. Açılışda Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsi anıldı. Dövlət himni səsləndirildi. Cəmiyyətin sədri Əli Quluyev son bir il ərzində görülən işlərdən danışaraq konqresin pediatriya sahəsində elmi platformaya çevrildiyini bildirdi. Millət vəkili Rəşad Mahmudov uşaqların sağlam böyüməsinin dövlətin strateji prioriteti olduğunu vurğuladı və konqresin müasir yanaşmaların müzakirəsi üçün mühüm imkan yaratdığını qeyd etdi. Prezident administrasiyasının rəsmisi Tural Əliyev səhiyyə sahəsinin son illərdə sürətlə inkişaf etdiyini bildirdi. Son illər Azərbaycanda səhiyyə profili təşkilatların fəaliyyətində müşahidə olunan canlanma, təşəbbüskarlığın artması, layihələrin keyfiyyətinin yüksəlməsi sevindiricidir. Yaxın vaxtlarda ölkədə səhiyyə profilli QHT-lərin ilk dəfə forumu təşkil olunacaq. Çıxış edən rəsmilər konqresdə səslənəcək təkliflərin gələcək qərarlarda əhəmiyyətli rol oynayacağını, pediatriya xidmətlərində keyfiyyətin yüksəldiyini bildirdilər. Tədbirdə pediatriyanın inkişafına töhfə verən mütəxəssislərə fəxri plaketlər təqdim edildi. 2 gün davam edəcək konqresdə çox profilli panel sessiyaları və elmi müzakirələr keçiriləcək.